bizim sat forumlarda çox maraqlı bir statistika var və bu statistikanı mən özüm aşkar etmişəm. Az əvvəl Latadromda biz adlar çıxardıq və hər kəs necə deyərlər, kimin adları çıxdısa onlar buradaydılar. Amma bir xanım var ki, onun hər zaman Latadromda, bəlkə də 3 dəfə mən onun adını çıxarmışam. Amma həmin xanım özü burada olmadığına görə o hədiyyə ona qismət olmayıb heç vaxt. Ona görə də sat qrup olaraq qərara gəldik ki, həmin xanım forumumuzda sona qədər olsun deyə, fiziki olaraq iştirak eləsin deyə biz onu sonuncu panelimizin moderatoru eləyək. Odur ki, dostlar, alqışlarınızla onu səhnəyə dəvət edək. Enerjili, pozitiv bir xanımdır. Sat qrupun təcrübəli təlimçilərindən biridir. Oba Marketlər şəbəkəsinin təlim və inkişaf rəhbəri olan Cəlalə Mustafayeva. Xoş gəlmişsiniz Cəlalə xanım. Nəhayət ki, biz sizi 3-cü paneldə görə bildik. Bəli, sonunda. Buyurun, uğurlar sizə. Təşəkkür edirəm. Hamınızı xoş gördük, dəyərli iştirakçılar. Çox xoş oldu sizi görmək. Əsas da odur ki, bir 90%-inizlə də tanışan bir xoş simaları, o çoxdandır görmədiyim simaları yenidən burada görmək çox xoşdur. Amma gəlin belə eləyək. Bayaqlarım bizim moderator olsun, eyni zamanda spikerlər olsun. Bugün satışdan danışdılar, müştəridən danışdılar, loyallıqdan danışdılar. İstəyirəm sizə təşəkkür edirəm ki, nə yaxşı varsınız və nə yaxşı loyal iştirakçılar oldunuz, məndən fərqli olaraq loyal iştirakçı oldunuz və sona qədər tədbirimizdə oldunuz. Ona görə də bir özünüzə alqışlar. Panelimizə keçmədən öncə hər birinizə bir sual vermək istəyərdim. Bu nədir? Həyatınızda nə vaxtsa, bir dəfə də olsa, aranıza satış etməyən olubmu? Yəni, heç satışda iştirak etməyən. Bir ideya satmayan, bir fikir satmayan varmı aramızda el bilirsə? Əlini qaldırsın ki, mən heç vaxt satış etməmişəm. Ay maşallah. Heç bir əl qalxmadı. Buna görə də satış komandasına, sat qrup komandasına təşəkkür edirəm. Bu qədər məsləkdaşı, eyni ruhda olan, eyni ideyada olan bu qədər insanı bir araya yığa bilibsə, sadəcə sat qrupa təşəkkürlər düşür. Gəlin bir dənə də sat qrupa alqışlayaq. İlin əvvəli bizi yığa bilib, burada bu gözəl tədbiri edə bilib, çox gözəl spikerləri dəvət eləyə bilib, məncə onlara mütləq ki, bu alqışlar düşür. Birinci, ikinci panelimiz əlbəttə ki, çox maraqlıydı. Hədiyyələr bol idi, amma mən sizə 3-cü modeldə bir söz verəcəm. Bilmirəm də hədiyyələr nə dərəcə olacaq. Amma enerjimiz 100% olacaq. Çox maraqlı çıxışlarımız olacaq. Satış təkcə məhsulu satmaq deyil, satış təkcə xidmət satmaq deyil. Satış çox yaxşı təsirdir, çox gözəl əlaqələrdir və çox gözəl inandırmaq qabiliyyətidir. Biz bu paneldə bu alətləri necə düzgün istifadə etmək, düzgün zamanda, düzgün insana təqdim etməkdən bu günlərimi danışacağıq. İlk öncə birinci spikerimizi dəvət etmədən öncə bir etiraf eləyəcəm. Əslində bu panel mənim üçün bir siqnal oldu. Həyat tərzimi dəyişmək mesajı oldu. Deyim bir kainatdan bir mesaj gəlir ki, Cəlalə vaxtı gəlib, Talib müəllim də sağ olsun, bir də ona da bir mesaj ötürdü mənə. Çağıracağım, dəvət eləyəcəyim spiker də satış sadəcə bir peşə deyil, onda bir həyat modelidir. 15 illik bir təcrübəsi var. 10 il bank sektorlarında, öndə gedən bank sektorlarında çalışıb. Karyerasının son dönəmlərində isə Azərbaycanda səs salan ən maraqlı xidmət sektorlarından biri olan Push 30-un satış departament rəhbəri Mənsur bəy səhnəyə dəvət etmək istəyirəm. Mənsur bəy, əgər mənim həyat tərzimə bu idmanı yeritsəz, bilin ki, bu tədbir alındı. Məncə bu mövzunu biz tədbirdən sonra ayrıca danışmalıyıq. Məncə də. Gələn görüşədək. Mütləq. Əla. Əgər mənim həyat tərzimə bu idmanı sala bilsək, bu həyat tərzimə təsiri olsa, biləcəyik ki, sözün əsl mənası Mənsur bəy satdı. Təşəkkürlər.
İkinci spikerimizi dəvət etməzdən öncə bir onun haqqında da sizə deyim. Əslində satış dünyasına çox fərqli bir qapıdan girən bir insandır. İxtisası peşəsi hüquqşünasdır. Amma sözün əsl mənasında ruhən satıcı, yaxşı bir enerjisi olan bir insandır. Desəm heç yanılmaram. Hüquq bilikləri onda çox yaxşı analitik düşüncə verir, satış bacarığı ona insanları oxumaq, tanımaq bacarığı verir və bu ikisinin vəhdəti birləşən bir nöqtəsində sadəcə bir satışdan danışa bilmərik, bir satış insanından danışa bilmərik. Burada çox qəşəng strateji düşüncə, çox qəşəng qaydaları yazıb və çox qəşəng qaydaları dəyişən bir insandan söhbət gedir. Satqrup şirkətinin biznes inkişafı üzrə rəhbəri və biraz da simpatikni hocamız Murad Qəhrəmanlı. Əla. Gəldik üçüncü spikerimizə. Üçüncü spikerimizin də həyat, belə deyim də, iş karyerası müxtəlif, belə deyim də, istiqamətlərdə olub, amma çox maraqlı bir yol xətti var. O da liderlikdir. İlk öncə karyerasına dövlət sektorundan başlayıb, sonra ehtiyatda olan zabit, 10 il Azərbaycanın öndə gedən banklarında rəhbər pozisiya, karyerasının son dönəmlərini sığortada çox böyük bir komanda idarə etmə təcrübəsi var. Komandasında 180 nəfər var və müştəri bazasına baxanda Azərbaycan öz segmentində müştəri bazasının əhəmiyyətli bir payına sahib olan bir müştəri bazaları var. Çox gözəl təcrübəsi var və hal-hazırda səhnəyə Paşa Sığorta şirkətində pərakəndə və satış kanalları departament rəhbəri Səxavət Həsənovu dəvət etmək istərdim.